O özündən heç nə demir. Nə deyirsə o Allahın sözüdür, vəhy deyir. Onun sözü vəhdir. Amma nə qədər ədəbsiz deyilirlər Peyğəmbərə. Abdullah ibn Ubey münafiq idi. Onun barəsində ayələr nazil olub Quranda. Bu xəstələnib, oğlu gəlir ki, ya Rasulallah, atam xəstədir, xahiş edirəm, gəlin atamı ziyarət edin. Bir nəfər var idi Peyğəmbərin ətrafında, belə məqamlarda həmişə etiraz edir. Gəlir dərhal, elə bil ki, Peyğəmbəri güdür. Hara gedirsən, münafiqin başının üstünə Peyğəmbər deyir, oğlu dəvət edib, baş çəkim onu. Bu can verir, oğlu deyir ki, ya Rasulallah, atam üçün istiğfar eləyin, bağışlanmaq istəyir. Peyğəmbər əlini duaya qaldırır, onun üçün istiğfar eləyir. Bu lap coşur, Quranda ayə var ki, sən münafiqlər üçün istiğfar etsən də, etməsən də Allah qəbul eləməz. Deyirsən, Allahın əmrinə qarşı çıxışına Peyğəmbər buyurur ki, Allah mənə deməyib, istiğfar eləmə. Mən onsuz da əməl eləyəndə gündəlik bilirəm, o qəbul eləyəcək. Oğlu mənə müraciət edib, mən kəramətli adamam, yox deyə bilmirəm. Əvvəl Peyğəmbərin ədəbinə baxın, münafiqlə davranışına baxın, səhabənin münasibətinə baxın ki, gəlir, kobud şəkildə Peyğəmbərə ağıl qoyur. Quran deyirsən, Peyğəmbəri qabaqlamağa çalışma, gülünc vəziyyətə qalarsan sən. İslam tarixində Hüdeybiyyə sülhü var, müşriklərlə Peyğəmbər arasında bağlanıb. Görün, nə qədər ədəbsizlik elədilər Peyğəmbərə. Gəlirdi, sən Allahın Peyğəmbəri deyilsən, sən deməmişdin biz həcdə olacaq, sən sülhə gedirsən, təslim oldun, mən zəlil olduq, Peyğəmbərin ürəyini qana döndərirlər. Gör, nə məsələdir ki, Allah deyir, gedin beyyətüzü təzəlliyün təzdən. Yəni, təxminən belə çıxır ki, İslamdan çıxırsınız. Həsbuna kitab-Allah düşüncəsidir bu. İslamın əvvəlində, o ki, dedi ki, kağız qələm gətirin, yazın, dedi ki, Peyğəmbər xəstədir, sayıqlayır, Quran bizə bəsdir. O qədər narahat oldu ki, dedi, durun, çıxın mənim yanımdan. Quran buyurur ki, Allaha və Rəsuluna itaət edin.